Zərər çəkmişlə barışıq olarsa, məhkum hansı hallarda azad oluna bilər? Zərər çəkmiş şəxslə cinayəti törətmiş şəxs, təqsirlənilən şəxs barışarsa, bu halda və dəymiş zərər də aradan qaldırılarsa, həmin şəxsin artıq cəzalandırılmasına ehtiyac qalmasın. Çünki o öz etdiyi səhvi başa düşüb, vurduğu zərəri aradan qaldırır və qarşı tərəfdə onu bağışlayır. Və onun vurduğu zərər də böyük bir ictimai təhlükə törətmədiyinə görə bu cür hallarda vətəndaşlara doğru qanunvericilik belə bir humanist addım atır. Bir məsələyə diqqət yetirmək lazımdır ki, bəzən olur ki, vətəndaşlar öz hüquqlarını bilmir. Onlar belə zənn edir ki, onlar zərər çəkmiş şəxslə barışsa belə, vurulmuş zəyanı ödəsə belə, hüquq mühafizə orqanı, cinayət təqibini həyata keçirən orqan özü baxmalıdır ki, onun barəsində cinayət təqibinə xitam verilsin, onun barəsində cinayət işinə xitam verilsin, yoxsa yox. Bu belə deyil. Konkret qanunvericilikdə göstərilən hallar mövcuddur ki, bu hallarda əgər orada iki şərt təmin olunursa, şəxs zərər çəkmiş şəxslə barışırsa və vurulmuş zərəri ödəyirsə, onun barəsində cinayət təqibinə və cinayət işinə avtomatik xitam verilməlidir. Yəni, bu artıq hər hansı səlahiyyətli şəxsin ixtiyarında deyil, birbaşa xitama gedən işlərdir. Deməli, bu cinayətlərin siyahısı qanunvericilikdə konkret müəyyənləşdirilmişdir. Biz onların bəzilərini misal olaraq burada səsləndirərik. Amma tam siyahını YouTube kanalımızda kommentlər bölməsində də yerləşdirə bilərik. Bu qanunvericilikdə Cinayət Məcəlləsinin 73.2-ci maddəsində konkret siyahı müəyyənləşdirilir ki, həmin cinayəti törətmiş şəxslər zərər çəkmiş şəxslə barışdıqda və vurulmuş zərəri tam olaraq aradan qaldırdıqda onların barəsində qaldırılmış cinayət işinə xitam verilməlidir. Bu cinayətlərə misal olaraq göstərə bilərik. Qəsdən sağlamlığa az ağır zərər vurma, ehtiyatsızlıqdan sağlamlığa ağır zərər vurma və eləcə də zəruri müdafiə həddini aşmaqla sağlamlığa ağır zərər vurma. Yəni, bu zəruri müdafiə həddini aşmaqla deyək ki, siz özünüzü kiminsə bir qəsdindən müdafiə edirsiniz, sizə olunan hücumdan müdafiə edirsiniz və bu müdafiə zamanı qarşı tərəfə ağır xəsarət yetirirsiniz. Belə olan halda siz qarşı tərəflə barışdıqda və ona dəymiş, sağlamlığına dəymiş zərəri aradan qaldırmasını həyata keçirdikdə sizin barənizdə qaldırılmış cinayət işinə avtomatik olaraq xitam verilməlidir.